Azərbaycanda içməli suyu ən seçili olan rayonlar hansılardır? Ölkəmizdə elə rayonlar var ki, içməli su qıtlığı yaşanır. Hətta bəzi yerlərdə heyvanlar üçün belə ciddi problemlər yaranır. İçməli suyu seçili olan rayonlarda xəstəliklər də sürətlə yayılır. Azərbaycanda su ehtiyatları olduqca azdır. Ölkəmizdə şirin su ehtiyatının 2/3-i transsərhəd ərazidə yerləşən dövlətlərin hesabına formalaşır. Bu o deməkdir ki, dünya miqyasında ən az şirin suyu olan ölkələrdən biri də Azərbaycandır. Yerin Qulağı kanalı Azərbaycanda içməli suyu ən seçili olan 10 rayonu təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda içməli su problemi bəzi rayon və kəndlərdə hələ də aktualdır. Aşağıda içməli suyu təmiz olmayan və ya çirkli su problemi yaşayan 10 rayonu qeyd edirəm. Bu siyahı əsasən rəsmi hesabatlar və yerli sakinlərin şikayətlərinə əsaslanaraq hazırlanıb. İçməli su problemi yaşayan 10 rayon. Salyan, Kür çayının çirklənməsi və kanal suyu ilə təminat problemi mövcuddur. Sakinlər tez-tez suyun duzlu və içilməz olduğunu bildirir. Salyan rayonunun içməli su təminatı əsasən Kür çayından götürülən suya əsaslanır. Kür çayı neft-qaz fəaliyyəti, məişət tullantıları və aqrar sahədən axan gübrəli sular səbəbindən çirklənir. Çay boyunca yerləşən digər rayonlardan gələn çirkab sular da təmizlənmədən Kürə axıdılır. Bəzi yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təmizləyici sistemlər ya mövcud deyil, ya da istismara yararsızdır. Bu səbəbdən çaydan və ya quyulardan gələn su filtr olunmadan əhaliyə verilir. Sabirabad rayonu. Su əsasən açıq kanallarla gəlir, çox hallarda bulanıq və içməyə yararsız olur. Sabirabadın su mənbələri əsasən Kür və Araz çaylarıdır. Bu çaylar yuxarı axarlardan, xüsusilə sənaye və kənd təsərrüfatı bölgələrindən keçərək çirkli və kimyəvi maddələrlə yüklənmiş şəkildə rayona çatır. Gübrələr, pestisitlər, məişət tullantıları və sənaye axıntıları çay suyunun keyfiyyətini aşağı salır. Bir çox kənd və qəsəbədə çaydan və ya açıq kanallardan götürülən su təmizlənmədən əhaliyə verilir. Təmizləyici qurğular ya mövcud deyil, ya da köhnə və qeyri-effektivdir. Nəticədə su bulanıq, rəngli və içməyə yararsız olur. Asbest və metal boruların paslanması və sızması da suyun tərkibini dəyişir. Saatlı rayonu. Rayonun içməli su mənbələrinin əksəriyyətini Kür çayından götürür. Kür çayı yuxarı axarlardan gələn çirkab sularla, sənaye və məişət tullantıları ilə çirkləndiyi üçün saatlıya çatanda artıq suyun keyfiyyəti aşağı olur. Saatlı düzənlik ərazidə yerləşdiyi üçün yeraltı suların tərkibində duz və mineral maddələr yüksəkdir. Əhalinin bir hissəsi artezyan quyularından istifadə edir. Lakin bu sular da çox vaxt sərt və bəzən içməyə yararsız olur. Suyun analizlərində bəzən bakterial və parazit çirklənmə izləri aşkar olunur. Qaynadılmadan və filtrsiz istifadə olunan su ishal, hepatit A, bağırsaq infeksiyaları kimi xəstəliklərə yol aça bilir. İmişli. İmişli rayonunda içməli suyun çirkli olmasının səbəbləri həm təbii coğrafi, həm də infrastrukturla bağlı problemlərlə əlaqəlidir. İmişli rayonunun əsas su mənbəyi Kür çayıdır. Mövcud su təchizatı şəbəkəsi köhnə və zədəlidir. Bu sistemdə asbest və paslı metal borular geniş yayılıb. Boruların sızması və torpaqla təması nəticəsində suya çöküntü və mikroblar qarışır. Təmizlənmiş su belə paylanma zamanı çirklənə bilər. İmişlə bəzi kəndlərdə yeraltı sular, artezyan quyularından istifadə olunur. Lakin bu suların da tərkibi bəzən duzlu, sərt və tərkibində dəmir, nitrat, kalsium çox olur. Uzun müddətli istifadə zamanı böyrək, dəri və həzm problemlərinə yol aça bilir. Tərtər rayonu. Rayonun bəzi kəndləri və qəsəbələri suyu Tərtər çayı və digər açıq kollektorlar vasitəsilə alır. Su analizlərində mikroorqanizmlər və çöküntü hallarına rast gəlinir. Bu, sakinlər arasında ishal, dəri problemləri, hepatit A və digər bağırsaq infeksiyalarına səbəb ola bilər. Tərtər şəhər və ətraf kəndlərdə sakinlər suyun bulanıq və xoşagəlməz qoxulu olduğunu, ağızda acı dad qoyduğunu, çaydandan qara çöküntülərin qaldığını bildirirlər. Beyləqan. Beyləqan rayonunda içməli su çay və ya dağ bulaqları ilə deyil, əsasən yeraltı artezyan quyuları ilə təmin olunur. Bu quyuların bir çoxu köhnədir. Filtrasiya sistemi zəifdir. Dərinliyinə görə duzluq və sulfat tərkibi yüksək ola bilər. Artezyan quyularından çıxarılan su birbaşa şəbəkəyə verilir. Çox zaman filtrasiya olunmadan. Bunun nəticəsində suyun tərkibində turpidlik, bulanıqlıq müşahidə olunur.
Xlorlama zəif aparıldığı üçün mikrobioloji riski qalır. Su nümunələrində bəzən duz, sulfat, nitrat və dəmir göstəriciləri normanı aşır. Bərdə rayonu. Bərdənin yaxınlığında fəaliyyət göstərən bəzi sənaye müəssisələri və kənd təsərrüfatı sahələrindən tullantılar su mənbələrinə qarışa bilir. Bu, suyun keyfiyyətinə mənfi təsir göstərir. Bərdə rayonunun içməli su mənbələrindən biri Kür çayıdır. Kür çayı boyunca sənaye, kənd təsərrüfatı və məişət tullantıları daxil olur ki, bu da suyun keyfiyyətini aşağı salır. Rayonda artezan quyularından istifadə olunur. Bu quyuların suyu da bəzən torpaq qatlarından, xüsusən də zibil və gübrə kimi çirkləndiricilərdən təsirlənə bilir. Ağcabədi rayonu. İçməli su sistemi qeyri-qənaətbəxşdir. Kəndlərdə su keyfiyyətsizdir və çatışmır. Ağcabədinin içməli su mənbələrindən biri Kür çayıdır. Kür çayı boyunca sənaye müəssisələri, kənd təsərrüfatı gübrələri və məişət tullantıları suya qarışır. Bu tullantılar çayın suyunu kimyəvi və bioloji baxımdan çirkləndirir. Qobustan. Qobustan dağlıq və yarım səhra relyefinə malik olduğu üçün içməli su əsasən yeraltı artezan quyularından təmin edilir. Lakin bu quyuların bir çoxu dərinlikcə sərt və minerallarla, xüsusilə də dəmir və manqanla zəngin ola bilir. Bu da suyun dadını və keyfiyyətini aşağı salır. Qobustan təbii olaraq suyun tərkibində sərt mineralların kalsium, maqnezium yükəs olması ilə seçilir ki, bu da suyun dadını dəyişir və bəzi hallarda içilməsini çətinləşdirir. Hacıqabul. Rayon ərazisinə fəaliyyət göstərən sənaye müəssisələrinin və kənd təsərrüfatı sahələrinin tullantıları su mənbələrinə, xüsusən yeraltı və səthi sulara qarışa bilir. Bu, suyun kimyəvi və bioloji çirklənməsinə gətirib çıxarır. Hacıqabulun içməli su mənbələri əsasən Kür çayından və onun qollarından gəlir. Kür çayı boyunca müxtəlif sənaye və kənd təsərrüfatı tullantıları axıdılır ki, bu da suyun keyfiyyətini aşağı salır. Mütəxəssislərin sözlərinə görə, Bakıda quyu və aran bölgələrində isə kanal sularından içmək təhlükəlidir. Belə suyun tərkibi ağır metallardan və digər maddələrdən yaxşı təmizlənmədiyindən insanların sağlamlığına mənfi təsirlər göstərir. Hesablamalara görə, qənaətlə istifadə olunsa, Respublikamızın istənilən su ehtiyatı gələcək nəsillərə də uzun müddət bəs edər. Amma bir sıra rayonlarda, xüsusilə Aran bölgəsində, eləcə də Bakı ətrafı yaşayış məntəqələrində içməli su qıtlığı var. Elə yerlər var ki, insanlar şirin suyu pulla almalı olurlar. Kürdəmir, Yevlax, Ucar, Biləsuvar rayonlarının elə kəndləri var ki, orada əhali Kür və Araz çaylarından ayrılan kanalların suyunu qustar üsullarla təmizləyir, duruldaraq içirlər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.